Bağışsın. İbrahim, Vəfa. düz 5 il sonra həyat səni yenidən qarşıma çıxardı. Tamına 5 il. Necəsən? Nə dəyişikliyi var həyatında? Mən olmayalı nələr eləmisən? Heç nə. Evlənmişəm. Hətta 2 uşağım da var. İşə, evə, ancaq bu formada. Bəs sən nə edirsən? Allah saxlasın. Səndən sonra həyatımda heç nə düzgün getmir. Yoxluğun mənə çox pis təsir eləyib. Mən bu 5 ildə nələr çəkmişəm, bir Allah bilir, bir mən. Nə gecələr yata bilirəm, nə gündüzlər normal həyatıma davam edə bilirəm. İnan, o qədər fikir çəkirəm, o qədər dərd çəkirəm, amma bunu heç kimə başa sala bilmirəm. Bir sözlə səndən sonra həyatım darmadağın olub. Səndən sonra vəziyyətim çox pisdir, İbrahim. Var indisə kartıma 5 manat, 10 manat, nəyə gücün çatır, at da. Mən hansı ağılla səndən ayrıldım, vəbşə, topoyam da, topoy. Bax, hər ay mənə pul verirdin, evimin kirayəsini ödəyirdin, maşınımı almışdın. Mən topoy getdim, qoşuldum o Elcana, indi də heç nə zibil. Ola bilər ki, sən ancaq pul fikirləşdiyin üçün ayrıldıq biz. Əş, yox, mən səni sevirdim. Özə pul demişkən, atırsan kartıma pulu.